Salam, hər vaxtınız xeyir. 16 noyabr buraxılış, OTK-nın buraxılışı və 10-cu sinif imtahanının suallarına baxaq. Deməli, birinci sualda nə verilib? Təbii ki, mən birinci tənasüblə gedəcəyəm. 5-i 2A-ya vuraram 10A, 5-i 3B-yə vuraram 15B, 2-ni A-ya vuraram 2A, 2-ni B-yə vuraram 2B. 10A-dan 2A-nı çıxaram 8A, 15B-nin üstünə 2B gələrəm 17B eləyər. A-mız 17K-dır gənclər, B-miz isə 8K-dır. Gətirib yerinə qoyaqmı? Yox, yerinə qoymaq. Birinci bunu kvadratlar fərqi düsturu kimi açım. A minus B, A plus B şəklində. Məxrəcdəki də A plus B-nin kvadratıdır. Demək istədiyim bununla bu gedəcək. Yerdə qalacaq A minus B bölünsün A plus B. A-nın yerinə yazacağım 17K, B-nin yerinə yazacağım 8K, 17K və 8K yazacağım. Bu 9K eləyər çıxsam, bu da 25K eləyər. K-lar gedəcək, cavab 25-də 9. 4-ə də vursam 36 bölünsün 100 eləyər. Yəni 0,136 variant, Y variantı. Dərəcə ölçüsü düz bucaqdan 2 dəfə kiçik olan bucağımız 45 dərəcədir. 45 dərəcənin qonşu bucağını soruşur bizdən. Bura 45 dərəcədirsə 180-dən 45-i çıxıb bura 135 dərəcə yazacağım, D variantı. Gələk 33 nömrəli suallara. Belə qoyum ki, hamısı görsənsin. Deyir, ABC bir-birindən fərqli sadə ədədlərdir hamısı. AB hasili cüt ədəddir. Aha, hamısı da sadə ədəddir və cüt ədəddir. Onda ən yaxşı A plus C də tək olarsa, okey. Onda uşaqlar mən belə fikirləşə bilərəm. Bizə təsəvvür eləyin ki, bu ədədi cüt ədəd verib. Eyni zamanda da sənə deyirsən ki, müəllimə cüt ədədlərin içində sadə olan bir dənə 2-dir. Onda belə çıxır ki, məndə bu hasil, bax AB hasili cütdürsə, mənim ədədlərimdən biri 2-dir. Birdən yazdım 2. Sonra da sənə deyir ki, A üstə gəlinsin C cəmi isə tək ədəd olmalıdır. Bu cəmi isə tək ədəd olmalıdır. B plus C cəminin ən kiçik qiymətindən danışır bizim üçün. B plus C cəminin ən kiçik qiymətindən danışırsa uşaqlar, bu cəmin də ən kiçik qiymət alması üçün hasili bizdə ədədlərin özləri hamısı təkdirsə, onda belə çıxır ki, məndə bu C-miz 3-dür. Aydındır mı nə demək istədiyim? C 3-dür. Məndən də B-C-ni soruşur. Elə B-ni 2 götürərəm də. Burada A-nı niyə 2 götürürəm? 2 üstə gəlinsin 3. Mənim cəmimin ən kiçik qiyməti eləyəcək 5 variantı, D variantı. Bir balaca maraqlı sual idi. 34 nömrəli suala baxın. Mötərizənin vurub açmısınızsa, düzdür, mötərizəni vurub açmaq səhv variant deyil uşaqlar. Amma ondan da asan variantımız var. Birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli ikincinin kvadratı. Sadəcə burada A minus 3-ü 3 minus A yaza bilərik. Mən sizə demişdim ki, A minus 4-ün kvadratı hər zaman 4 minus A-nın kvadratı kimi yazmaq olar. Dərəcə cütdürsə. Amma dərəcə təkdirsə, A minus 4-ün kubunu mən 4 minus A kubu yazıramsa, qarşıya mütləq mənfi atmalıydım. Bu qaydanı mən demişəm dərslərdə. Eləcə də mən bunu 3 minus A elədim ki, siz görəsiniz ki, bu A-dır, bu isə B-dir. Yəni, bu ifadə A plus B-nin kvadratının açılışıdır. A plus B-nin mötərizədə kvadratıdır. A-mızın yerində A minus B durur. 1 durur, B-mizin yerində isə 3 minus A durur və üzərində də kvadrat olacaq. A-lar gedəcək gənclər, 2-nin kvadratı qalacaq, çünki mənfi 1 üstə gəl 3. 2-nin kvadratı cavab eləyəcək 4. Bu çox ədlinin cəmindən danışır bizə. Çox ədlinin cəmindən danışırsa uşaqlar, mən x üstü 4 ilə y üstü 4-ü toplasam, eləyəcək 2 dənə x üstü 4, y üstü 4. Uşaqlar, x üstü 5 və bunlar gedəcək bir-birləri ilə ixtisar. Y üstü 6-ları toplasam 2 dənə y üstü 6 eləyəcək. 12-nin üstünə 3 gəlsəm eləyəcək 15. Çox hədlinin dərəcəsi deyəndə ayrı-ayrı bir hədlərin dərəcələrinə baxıb ən böyüyünü götürürdüm. Bu 8, bu 6-dır. Deməli belə çıxır ki, mənim ən böyük dərəcəm eləyəcək 8. Gəlirəm 36 nömrəli suala. Eyni bir düz xət üzərində nöqtələrin sayından asılı olaraq şüalar verilib. Düz xət üzərində şüaların sayı 2 ilə təyin olunurdu. Yəni şüanın sayı 12-dirsə, 12-ni 2-yə bölüb uşaqlar eyni 6 yazaram. Burada 16-nı 2-yə bölüb B-ni 8 yazaram. Məndən bunu soruşursa, bu da C-yə bərabərdir. 2 vurulsun 6 üstə gəlinsin 3 vurulsun 8. 16 üstə gəlinsin 24 yazarıq. Cavabımız eləyər 40. Biz nəyi səhv eləmişik? Hə, bunu 2-yə vurmalıyam da. Çünki bizdə C-miz bundan 2 dəfə böyükdür axı. Baxın, bir də nəyi səhv eləmişəm. 2-ni 6-ya vurub 16 yazmışam. Bu 12-dir. 3-ü 8-ə vurub 24. 12-nin üstünə 24 gəlsəm 36 eləyəcək. 2-yə də vursam cavabımız eləyəcək 72. Hansı variant? Y variantı. Gələk növbəti suala. Ədəd oxunda 8.2 ədədindən sağda yerləşən ilk cüt natural ədəd. 8.2-dən sağda yerləşən ilk cüt natural ədəd 10 eləyəcək. 7,1 ədədindən solda yerləşən ilk tək natural ədəd. 7,1-dən isə solda yerləşən ilk tək ədədimiz isə o da 7 eləyəcək. Deyir, bu 17-dən neçə vahid böyükdür? Yəni, ondan 7-ni çıxmaq lazımdır. Cavab 3 vahid böyükdür.
Daha sonra gəlirəm bunun məxrəcinə 1 kimi baxaram. 1-ə və A üstə gəl 6-ya bölünən ədəd A üstə gəl 6. Surətdə çarpaz A kvadratı üstə gəlinsin 6A üstə gəlinsin 9 eləyər, vurulsun. Kəsirlərin bölünməsi qaydasına görə surət və məxrəcinin yerini dəyişirik, vurma yazırıq. A-nın kvadratı çıx 9 aşağı düşəcək. A kvadratı çıx 9, məxrəcdəki A kvadratı üstə gəlinsin 3A çıx 18-də surətə çıxacaq. Bu ifadə A üstə gəlinsin 3-ün mötərizəli kvadratının açılışıdır, bölünsün A üstə gəl 6. Burada təlinin kökləri mənfi 6 və 3-dür. Hasil mənfi 18, cəm mənfi 6. Ona görə bunun vuruqlarına ayrılışı A plus 6 ilə A minus 3-dür. Bölünsün A minus 3, burada da A plus 3 vuruqlarına ayrılışı. Uşaqlar, A plus 3-ün biri ilə biri getdi. Bununla da bu getdi. Bununla da bu getdi. Deməli, surətdə qaldı yalnız A plus 3-ün bir dənəsi. O da eləyəcək variant. D variantı. Gəlin növbəti suala. Kəsirini sonsuz dövrə onluq kəsir şəklində göstərmək lazımdır. Mən 26-nı böləcəyəm 45-ə. 26-nın içində 45 bu deməkdir ki, 0 tam yerləşir uşaqlar. Daha sonra 260-ın içində 45 yerləşəcək 5 dəfə, düzdürmü? Bəli, 5 dəfə 25, 225. Bu da eləyəcək 5, 3. 35-in içində yerləşməyəcək, 350-nin içində 15 neçə dəfə yerləşəcək. 6 dəfə 20, 7 dəfə. 7 dəfə 5, 35, 5 yazaq. 3 yadda, 315 səhv eləmədim ki bu hissəsini. Məncə eləmədim. Bu da eləyəcək 35, yenə 350, 7-lər təkrarlanacaq. Yəni demək istədiyim 7-lər təkrarlanacaq. Variant C variantı. Məhsulun qiymətini əvvəlcə 20% azaltmışam. 100 idi, 20% azaldıb 80% eləmişəm. Sonra yeni qiyməti 10% azaltmaq, 80-in 100 idi, 10% azaldıb 90%-ni tapırsan. 80-in 90%-ni tapırsan, eləyir 72. Məhsul neçə faiz azaldı? Neçə faiz oldu demir, azaldı deyir. Yəni 100-dən də 72-ni çıxıb cavab 28% olacaq. D variantı. 41 nömrəli sualda nə deyilir? ABC üçbucağında AY bərabərdir AF-ə. Hani AY AF-ə bərabərdir? Bu AY-miz, bu AF-ə bərabərdir uşaqlar. ACB 54 dərəcədir. ACB. Bura 54 dərəcədir. Və sənə deyir ki, ADB, ADB. Bura düzdürmü? Burada da sənə verib ki, 82 dərəcədir. Bax, bura. Bu 82 dərəcə uşaqlar, bu üçbucağın xarici bucağıdır. Bax, bu göy üçbucağın. 82-dən 54-ü çıxıb mən bu bucağı tapa bilərəm. Yazaram bura 82, üçbucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 82-dən 54 çıxa bilərsiniz mənim üçün. 12-dən 4 çıxaram, 8, 2, 28 eləyərdi. Bura elə deyilmi? Bizdən SBY-ni soruşur. SBY. Haranı soruşur? SBY-ni buranı soruşur. Nə deyə bilərəm bundan bağlı? Bax, bura 28 dərəcəsə şəkli biraz da böyüdüm, çünki balacadır. Bura alfa qoyub, burada alfa qoya bilərəm. 80-dən 28 çıxaram uşaqlar. Bu da eləyəcək neçə? 28 çıxdım. 2, 5, 152. Elə deyilmi? 152-ni də 2 yerə bölərəm. Bu da eləyər neçə? 7 dəfə 2, 14, 76. Bura 76 dərəcədirsə, burada 76 dərəcə eləyəcək. Aydınmı nə demək istədiyim? Burada 76 eləyəcək, amma mən nəyisə səhv yazmışam. Orada 76 eləsə, üçbucağın xarici bucaqları düzgün gəlmir, axay balam. Ya hesablanma səhv eləmişəm, ya da şəklin üzərindən düz görmürəm nəyisə. AY-ni AF-ə bərabər verib. Deməli, burada bir dənə bərabər yanlı üçbucaq var, alfa, alfa. ACB-ni sənə 54 dərəcə verib, yaxşı. ADB-ni düzdür də, bura. Burada üçbucağın xarici bucağı deyil, bəli. Burada 82 dərəcədir. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın olduğuna, cəminə bərabər olduğuna görə mən 82-dən 54-ü çıxdım. Onda aldım 28 dərəcə. Yaxşı. Onda 180-dən də 28-i çıxdım mən sonra. Böldüm 2 yerə. Bu da elədi 76 dərəcə. Hə, mən burada 76 buranı tapmalıydım, qoymuşam o birisinə. 76 dərəcə. 76-nın da qonşusuna baxıram uşaqlar. Yəni 180-dən 76-nı çıxıram. Bura 104 dərəcədir. Bu üçbucağında, qırmızı üçbucağında bu xarici bucağıdır. Yəni üçbucağın bir xarici bucağı bərabərdir B bucağı ilə 82-nin cəminə. Demək istədiyim odur ki, uşaqlar, 104-dən mən çıxacağam, eyni zamanda 82-ni. O da eləyəcək 22 dərəcə. B bucaq eləyəcək 22 dərəcə, cavab A variantı. Bərabər tərəfli üçbucağın median tənbölən və hündürlüyün düsturu. A kökün altında 3 bölünsün 2-dir, bunu da 6 kökün altında 3 verib bizə. Kökdə 3-lər gedər, 6-nı 2-yə vurub 12 yazaram. Perimetrimiz də 3A-ya bərabərdir. 3-ü vuraram 12-yə, cavabımız eləyəcək 36. Gəlirəm növbəti suala. A və B çoxluqları üçün B çoxluğu deyir A-nın alt çoxluğudur. Uşaqlar, B çoxluğuna A-nın alt çoxluğu veribsə, tutaq ki, A çoxluğunun elementləri 1, 2, 3-dür. B çoxluğunun elementləri də 1, 2-dir.
fikir verin, alt çoxluğudur. A-da deyir 5 dənə element var. Hə, 5 dənə element var. 1, 2, 3, 4, 5. B-də isə 1, 2, 3, 4 olsun. Deyir B-dən A-nı çıxanda neçə qalır? Bu A-dakilərin hamısını deyir buradan çıxanda neçə qalır? Heç nə, 0 qalır da. Çünki bütün elementlərin hamısını çıxacağım axı. Ona görə cavab 0. AB-ni sənə 12 verib, AT-ni sənə 8 verib. ABC üçbucağında BT tənböləndir. Tənbölən xassəsindən gedə bilərəm və perimetrdə 35 verib bizə. Uşaqlar, tənbölən xassəsinə görə biz demişdik ki, bura bir dənə x qoyaq, burada bir dənə y qoyacağıq. 12 bölü 8 bərabərdir x bölünsün y-a. Hər tərəfi 4-ə ixtisar getsə 3 bölünsün 2 qalar. Yəni x-imiz 3k-dır, y-imiz isə 2k-dır. Bura 3k qoyaq, burada 2k. Perimetr o demək ki, bunların hamısını toplayaram, bütün bu tərəflərin hamısını. 12-nin üstünə 8 gələrəm, 20. 3k-nın üstünə 2k gələrəm, 5k bərabərdir 35-ə. 35-dən 20-ni çıxaram, 15. 15-i 5-ə bölərəm, k-nı 3 yazaram. Bizdən AC-ni soruşur. 2-ni 3-ə vurub bura 6 yazaram. 8 üstə gəlinsin 6, ümumi uzunluğumuz eləyəcək 14 cm. Bu elədir belə. Sonra gələk növbəti suala. A və B natural dedləri üçün bizə bunu verib. Ona görə buradan A-nı mötərizə xaricinə çıxartsam A plus B eləyər. Bərabərdir 17. Hasilə 17 eləyən natural dedilər 1 və 17 eləyər. Buradan belə çıxır ki A 1-dir. A-nın yenə 1 qoysam 17-dən biri çıxıb B-ni 16 yazaram. Bunu açaq uşaqlar. Yazaram A kvadratı üstə gəl AB çıx 2CA çıx 2CB üstə gəl 2 dənə CA üstə gəlinsin 2 dənə CB üstə gəl B. Bax, məndə əlimdə bunu soruşur. Uşaqlar, 2CA-lar gedir səhv eləmirəmsə, 2BC-lər də gedəcək məndə. Qalacaq A kvadratı, qalacaq A kvadratı. Üstə gəl deyəsə bir dənə AB qalır, üstə gəl bir dənə 1 qalır. Düz tapdım uşaqlar. Üstə gəl bir dənəsə 2AB zat qalmır orada. Nəsə misalın gedişatına elə bilərəm ki, 2AB qalır, bəlkə də qalmır. Bizdən bunu soruşur. A-nın yerinə 1 qoyaram. Üstə gəl 1 vurulsun 16. Üstə gəl B-nin yerinə 16 yazaram. Bu 17 eləyər. Üstə gəlinsin 16. 17-nin üstünə 16 gəlsəm, cavab 33 eləyəcək. 5 nəfərdən ibarət turist verilib, sayılar haqqında qrupda ədəd ortasını tapın. Ədəd orta demək ki, bunların hamısını toplayaram. Uşaqlar, 172-dən 2 ədəd olduğuna görə 172-ni 2 dəfə yaza bilərəm və yaxud da 2 vur yaza bilərəm. Toplayaram hamısını, bölərəm sayına. 1, 2, 4, bir də 5. Bunu hesablayacaqsınız. Mən kalkulyatorla hesablayayım, siz hesablamayın. Ümumilikdə hamısını toplasam, eləyəcək 850. Bölünsün 5, bu da eləyəcək 170. Ədədi neçə rəqəmlidir? Bu tipdə suallarda da mən sizə demişdim ki, biz bunu 10 üstü neçə hasili şəklinə gətirmək lazımdır. Yəni mən 8-i yazaram, uşaqlar 2-nin kubu, üstündə də 12. Mən yazaram 25-i 5-in kvadratı, üstündə də 15 yazaram. O da bərabərdir 236, vurulsun 530 yazaram. Bax, bunu 10 hasili formasına gətirmək üçün belə yazıram. 230, vurulsun 206, vurulsun 530. 230-u 530-a vursam 10 üstü 30 eləyər. Vurulsun 206-da 64 eləyər. İndi nəyə fikir verirsiniz? Bu 2 rəqəmlidir. Bu da 10 üstü 30 o deməkdir ki, burada 30 dənə ədəd var. 30 dənə ədəd burada, bu da 2 rəqəmli. 30 üstə gəlir ki, 32 rəqəmli bir ədəd olacaq. Aydındır mı? Gəlirəm növbəti suala. 48 nömrəli sualda nə deyilir? Yenə bunları sadə ədəd verib və sadə ədədlərin fərqini 1 verib. Fərqi 1 eləyən sadə ədədlərdə ancaq 3-dən 2-dir. Başqa bir sadə ədəd yoxdur ki, bunların fərqi 1 eləsin. Aydındır mı? Yəni, x-in yerinə 3 qoyaram, y-in yerinə 2 qoyaram, vurulsun z bərabərdir 78. Z bərabər eləyəcək 2 dəfə 3, 6, 78-i 6-ya bölüb 13 yazaram. X-in yerinə 3, üstə gəl 2 vurulsun 2, üstə gəlinsin 13. 7 üstə gəlinsin 13, cavab eləyər 20. Bu da nə deyilir 49-da? Deyilir ki, ABC bərabər yanlış bucağında AB-ni sənə bərabərdir BC vermişəm. BD-ni perpendikulyar da AB-yə vermişəm. ADB-miz 60 dərəcədir. Bura 90 dərəcədirsə, bura 30 dərəcə qalacaq. Bərabər yanlış bucaq olduğuna görə burada 30 dərəcə qalacaq uşaqlar. Bura 120 dərəcədir qonşusu. 120-nin üstünə 30 gələrəm. 150, 180-dən 150-ni çıxıb burada 30 dərəcə yazaram. Biz nə demişdik? 120 dərəcəli bucağın xassəsinə görə bura x yazsam, burada x yazsam, bura x kökdə 3 yazırdıq 120-nin xassəsinə görə. Eyni zamanda buranın da x kökdə 3 verib. 60 dərəcəli bucağın qarşısındakı katet x kökdə 3-dürsə, 30 dərəcənin qarşısındakı bundan kökdə 3 dəfə kiçikdir, x-dir. Hipotenuzu isə bunun 2 mislidir. Yəni 2x-a bərabərdir. Bizdən AB-ni, AB x kökdə 3-dür. Böl CD-yə nisbətini istəyir. CD x-a cavab eləyəcək kökün altında 3. Çətin suallar yoxdur uşaqlar ümumiyyətlə burada. Əgər deyəcəksinizsə ki, test çətindir, xeyr.
İndi bu səhifəni də eləyə deyəcəm. ABC üçbucağının A və C təpələrindən çəkilən medianlar qarşılıqlı perpendikulyardır. Burada hamısında 90 dərəcə var uşaqlar. Və uyğun olaraq uzunluqları A və C təpələrindən çəkilən medianlar 9 və 12-dir. A-dan da çəkilən və C-dən də. Bunlar 9 və 12-dir. Medianlar 2-1 nisbətində bölünür. Elə deyilmi? Yəni bura 2x yazıb, bura x yazsam, 3x-im 9-dursa, sən demə müəllimə x-imiz 2-dir. X-imiz 2-dir, bağışlayın, 3-dür. 3-ü 2-yə vurub, bura 6 yaza bilərəm. Bura 2y yazıb, bura y yazsam, 3y-ım 12-dirsə, y-ım 4-dür. 4-ü də 2-yə vurub, bura 8 yaza bilərəm. 90 dərəcələr burada var. 6-nın kvadratının üzərinə 8-in kvadratını gəlsəm, Pifagordan bura 10 eləyər. Hipotenuza indirilən median hər zaman hipotenuzun yarısıdır. Və medianlar da 2-1 nisbətində bölündüyünə görə burada 10-dur. Mən bilmədim, mənə soruşdu. Bu üçbucağın B təpəsindən çəkilən medianın uzunluğu 10 üstə gəl 5, 15. Elə düz tapmışam. Gəlirəm 51 nömrəli suala. Sinifdəki şagirdlərin 40% alman, 80% ingilis dilini bilir. Mənim sinifimdə 100% şagird olur, amma 40 üstə gəlinsin 80. Sən demə, sinifdə 120% şagird var. Deməli, 20% hər iki dili öyrənir. Hər iki dili öyrənir. Hər iki dili öyrənən şagirdlər də 5 nəfərdir. Deyil, bütün sinif neçə nəfərdir? O da x. X də bərabərdir 500 bölünsün 20. Bütün sinifdə 25 nəfər var. Bu tənliyin kökləri uşaqlar 2 və 3-dür. Hasil 6, cəmi 5 eləyən. Onda vuruqlarına ayrılışı x minus 2, x minus 3 eləyəcək. Vay vay, qızaritka sönür. Bərabərdir x minus 3 qalıbsa, deməli belə çıxır ki, A-mız 2-dir ki, bunlar ixtisar gedib. Tapdım ki, A-mız 2-dir. A-mız 2-dir, B hardadır bala? B-ni soruşur bizdən. A-nın yerinə 2 qoysam, tənliyin kökləri burada mənfi 3 və 5-dir. Hasil mənfi 15, cəm 2. Onda bunun vuruqlarına ayrılışı x üstə gəl 3 ilə x minus 5 eləyər. Bölünsün x minus 5 bərabərdir x minus 5-ə. Deməli, x minus 5 qalıbsa, bundan bu ixtisar gedib. Deməli, B mənfi 3-dür. 2 mənfi müsbət eləsin. B-mizi tapdıq mənfi 3, biraz maraqlı sualı idi. Gələk 3 dənə suala inşallah zaytikamız çatar. Euler-Venn diaqramında bunun vuruqlarına ayrılışı uşaqlar yazaram ki 2x çıxılsın 3. Bir yandan da yazaram 2x üstə gəlinsin 3-dür. 4x kvadratı minus 9 eləyər. Sonra nə deyir bizə? Bunun tənliyin kökləri burada mənfi 4 və 3-dür. Onda bunun vuruqlarına ayrılışı x üstə gəl 4 ilə x minus 3-dür. Sən demə, burada x minus 3 yazıbsa, bu x üstə gəl 4-dür. Burada da 2x minus 3 yazıbsa, bu 2x üstə gəl 3-dür. B-ni tapmağı üçün, bax, B-nin içində nə var? 2x üstə gəl 3, vurulsun x üstə gəl 1, vurulsun x üstə gəl 4. Açaram hamısını. Gəl birinci bunu vuraq, x kvadratı üstə gəl, 4x-dan 1x, 5x üstə gəl 4. Bunu vuracağım buna, 2x üstə gəlinsin 3-ə. 2x-i x kvadratına vuraram, 2x kubu, 2x-i 5x-a vuraram, 10x kvadratı, 2x-i 4-ə vuraram, 8x, üstə gəlinsin 3x kvadratı, üstə gəl 15x, üstə gəlinsin 12. Bu da eləyəcək 2 dənə x kubu, üstə gəl 13x kvadratı, üstə gəlinsin 23x, üstə gəlinsin 12. Baxın bunda. Ax kubu, A-mız 2-dir, Bx kvadratı, B-miz 13-dür, Cx, C-miz 23-dür, D-miz isə 12-dir. Bunların cəmini istəyir bizdən. 15 üstə gəlinsin 35 uşaqlar. Bu da neçə eləyər? 40, 50. Bu da belə. Gəlirəm növbəti suala. Həndəsənin əsas anlayışları. Nə deyə bilərəm? Bunu tam uzatsam, bəlkə də bir ehtiyac yoxdur, amma deyək. 2 paralel düz xətti 3-cü ilə kəsəndə, daxil, bura 60 dərəcədir. Bura 90-dırsa, bura 30 dərəcə qalır. Bura 30-dursa, daxildən çarpazlar bərabərdirsə, burada 30-dur. Yəni, demək istədiyim 2x üstə gəl 10, üstə gəl 30, 180 dərəcə şərtini ödəməlidir. Buradan da 2x bərabərdir. 180-dən 40-ı çıxıb 140 yazaram. 140-ı 2-yə bölüb x-i 70 dərəcə yazaram. Ümid edirəm ki, aydın oldu. Gəlir növbəti suala. Növbəti sualda nə deyilir? Biz demişdik, belə qarşıdurmada ABC-nin əmsalları bir-birlərinə bərabər olmalıdırlar. Bərabər də bir K qoyaraq, bu sual deyil. A-mız 5K-dır, B-miz 4K-dır, C-miz 7K-dır. Uşaqlar yerinə qoyaram. 2 vurulsun. 5K-nın kvadratı 25K kvadratı, üstə gəl 4K-nın kvadratı 16K kvadratı, üstə gəl 7K-nın kvadratı 49K kvadratı bərabərdir 460-a. Bu da eləyəcək gənclər 50 üstə gəl 16. 50-nin üstə 16 gələn neçə eləyir? 66. Üstünə də gəl 49. Bu neçə eləyir? 115. 115K kvadratı. 115K kvadratı. Bərabərdir 460. 460 115-ə bölünmür axı məncə. Hə, bölünürmüş ay balam. K kvadratı 4 eləyər. K-mız da 2-dir. K 2-dirsə 5-i 2-yə vurub 10 yazaram. 4-ü 2-yə vurub 8 yazaram. 7-ni 2-yə vurub 14 yazaram.
Bunu soruşmur. 2 vur 10, üstəgəl 3 vur 8, üstəgəl 4 vur 14. 20 üstəgəlinsin 24, üstəgəl 56. Bu da eləyər 44 üstəgəl 56. 10, 0 əzaq bir yanda opşum 100. Bu qədər. Növbəti sınaqlarda görüşmək ümidi ilə sağ olun.